deyim də, mən uşaqlıqdan Əmircan kəndində böyümüşəm də. Əmircan kəndi də indi el arasında belə deyirlər ki, Bakının Florensiyasıdır da, rəssamların sayı çox olduğuna görə və bu mənimdə də öz həvəsini tapmışdı. Mən böyük həvəslə rəsm çəkirdim uşaq olanda və gördüklərimin çoxsunu çəkə bilmədiyim üçün fotoqrafiyaya gəlməyimin böyük bir səbəbi oldu da. Evdə Zenit var idi hər zaman. İçində plyonka oldu-olmadı, hər zaman əlimdə oynadırdım da o Zeniti. Və düşünürəm ki, məhz uşaqlıqdan gələn bir həvəsdir fotoqrafiya və həmin anı dondurmağın bir həvəsi idi. Elə anlar var, yaxşıdır, elə anlar var, pisdir. Və bunu yaşatmaq istəyirsənsə, fotoqrafiyanın böyük bir rolu var həmin anlarda. Və bu da mənim uşaqlığımdan gələn bir həvəs olduğu üçün əvvəl həvəs idi, amma indi artıq peşəkarcasına məşğul oluram bu işlə. Hətta gətirib məni bu vəzifəyə qədər çatdırır. Əvvəllər plyonkanı yumaq biraz ağır proses idi. Artıq mənim zamanımda plyonkanı yuyulan bir studiyalar var idi. O 36 dənə səbirsizliklə gözləyirdim ki, tamamlansın ki, mən onu aparım studiyada onu yuyulsunlar və orada nə çıxacaq çox böyük bir sürpriz olurdu. Bəzən olurdu ki, sadəcə ağappaq lent çıxırdı və bu çox məni məyus edirdi. Bəzən olurdu ki, maraqlı bir kadrlar çıxırdı. Təəssüflər olsun ki, yəni uşaq olduğuma görə mən onların dəyərini bilməmişəm. Mənim üçün sadəcə olaraq bir oyun kimi, həvəskar kimi yanaşmışam buna. Amma böyüdükcə daha ciddi yanaşırdım və çalışırdım ki, çəkdiyim fotoları, foto çap olunandan sonra foto sayıldığı üçün çalışırdım çap edeyim, onları saxlayayım. Yaradıcı olduğumuz üçün də, yəni heç bir etiraz etmirdilər. Sadəcə düşünürdülər ki, bu bir həvəsdir məndə, nə vaxtsa keçib gedəcək. Yəni hər valideyn kimi yəqin elə düşünüblər. Amma getdikcə baxmayaraq ki, bəzi peşələrimi dəyişmişəm falan, amma yenidən fotoqrafiyaya qayıtmışam. Çünki mən fotoqrafiyada özümü görə bilirəm. Mən fotoqrafiyada özümü hiss edə bilirəm, duya bilirəm. Mən burada dincələ bilirəm. Mən burada iş qoya bilirəm ortaya. Məncə fotoqrafiya mən elə özüməm. Fotoqrafiya elə bir sənətdir ki, məncə özün üçün kumir seçməməlisən. Çünki hər kəsin öz baxış bucağı var, hər kəsin öz görmə tərzi var. Mənim gördüyümü başqa bir fotoqraf görmür. Başqa bir fotoqrafın çəkdiyi bəzən çox sadə gələ bilər, amma ki, onun anlamına gələndə görürsünüz ki, adam möhtəşəm bir əsər çəkib əslində. Yəni ki, belə fotoqraflar biz tez-tez də qarşılaşırıq. Ona görə heç bir kumir özümə seçməmişəm. Sadəcə olaraq gördüyümü, bəyəndiyimi, hiss etdiyimi çəkmişəm və bəzən olur bəyənilir, bəzən olur qarşılanır, tənqidlərlə də qarşılanır və tənqid də qəbul edirəm. Çünki mənim məhz professional səviyyədə gəlib çıxmağım üçün o tənqidlər böyük bir rol oynayır. Və bugünkü cəmiyyətdə çox adam bunu qəbul eləmir. Mən hər zaman deyirəm ki, tərifi qəbul elədiyiniz kimi də tənqidi qəbul eləməlisiniz ki, sizdə inkişaf olsun. Fotoqrafiyanın hər zaman dəyər olub. Artıq bu illəri fotoqrafiyanın, dünya fotoqrafiyasının 200 illiyidir. Yəni, bu günümüzə qədər gəlib çıxıbsa, deməli, dəyəri var. Azərbaycanda 165 ildə fotoqrafiya var. 165 ildə burada fotoqrafiya varsa, demək ki, dəyərlidir. Bunun artıq bir, məncə, şərhə ehtiyacı yoxdur. Əslində, yaradıcıyla vəzifə başqa-başqa amillərdir. Vəzifə məni çərçivədən çıxmağa qoymur. Amma yaradıcılıq tam sərbəstlik və azadlıq istəyir. Balanslaşdırmışam, düzdür, çətindir, etiraf edirəm. Amma ki, mümkündür. Vəzifənin o çətinlikləri var ki, hər zaman məsuliyyətli olmalısan. Əgər bir sərgini təşkil edirsənsə, onun bütün məsuliyyəti sənin üstündədir. Onun çap olunmağı, təqdim olunmağı, onun sərgidə düzülməyindən tutmuş hər bir kurasiyası artıq mən məsuliyyət daşıyıram və bir sərginin ərsəyə gəlməsi üçün bir komanda işləyir və hər bir komandada olan adamına ayrı-ayrı sən cavabdehsən və bu insanı biraz gərgin saxlayır. Gərgin saxlayır, amma yenə deyirəm də, mən bunu sonra gərginliyini ancaq yenə də foto çəkərək atıram.
Təbii ki, yalandan deməyəcəm sizə ki, heç bir təsiri olmur. Mən necə varam, elə də qalmışam. Yox. Vəzifəyə gələn insan istər-istəməz dəyişir. Həm baxış bucağı dəyişir, həm insanlara olan münasibəti dəyişir, həm vaxt məhdudiyyəti azalır və kənardan baxanlar deyirlər ki, bax vəzifəyə gəldi, adam saymır. Əslində saymamaq kimi bir şey yoxdur, sadəcə olaraq vaxtımız məhdud olur və əvvəlki kimi dostlarımıza ayırdığımız vaxtı ayıra bilmirik və bu böyük bir incilik. Düzdür, anlayan dost hər zaman anlayır, anlamayanlar da çox olur. Bəzən olur ki, deyirlər ki, sizin qəbulunuza düşmək olmur. Deyirəm ki, mən hər zaman qəbula açıq insanam. Sadəcə olaraq mənim də özüm, sonunda mən də fotoqrafam və mənim də çəkilişlərim olur, işlərim olur. Hansısa bir vəzifə öhdəçiliklərim var ki, mən onu da alısıca getməyə məcburiyyətindəyəm. Dünya fotoqrafiyasında qadın fotoqraflar qəbul olunur. Azərbaycanda isə bu biraz tam fərqlidir, milli, mənəvi, mentalitet məsələlərinə görə və sən hər zaman məcbursan ki, sübut eləyəsən ki, mən yaxşı fotoqrafam və mən güclüyəm. Qadın zərifdir, amma zəif deyil. Bəli, baxış bucağı fərqlidir. Qadınlar daha detalçı olur, daha dərindən baxır. Yəni, baxanda fotoya fərq qoymuram, qətiyyən fərq qoymuram. Amma fotodan hiss olunur ki, bu qadının işidir. Çünki daha dərindən baxmağı bacarır qadın. Qadın zərifliyi deyək də bunu. Altına girə biləməyəcəyim bir çəkiliş varsa, təbii ki, mən ora öz komandamı göndərirəm. Amma maksimum dərəcədə hər zaman komandamın yanında olmağa çalışıram. Əgər bir sifarişimiz varsa, bu hər hansı bir bölgədən ola bilər. Çətinliklər olsa, təbii ki, kömək edirlər mənə. Çətin olmayan iş yoxdur. Təbii ki, lazım olanda dağa daşa da çıxırıq, lazım olanda gözləməyi də bacarırıq. Bəzən olur ki, fotoqrafiyanın bilirsiniz də işıqdan yaranan bir şeydir. Saatlarla biz işığı gözləyirik ki, hansısa bir kadr alaq. Yəni, asan iş deyil. Asan iş deyil. Sadəcə olaraq düşünürəm ki, sevirsinizsə sənəti, dözmək olur. Emosional anlar olur, məsələn üçün, 2-ci Qarabağ müharibəsindən sonra biz şəhid ailələri ilə görüşürdük. Mən açığı emosional yanaşırdım. Yəni, bir fotoqraf kimi yox, bir insan kimi yanaşırdım və demək olar ki, mən o fotoları heç yerdə paylaşmadım. Mənə çox ağır gəlirdi. Və bu günləri də o fotolar mənim arxivimdədir. Mən onları görəndə mən çox pis olurum. Var idi kadrlar, ona bənzər kadrlar da olur. Və bu, bütün fotoqrafların həyatında mənə elə gəlir ki, bir dəfə də olsa baş verən hadisədir. Z nəsli var, fotoqrafiyaya gəlir. Daha çox süni intellektlə gəlir. Onların baxış bucağı tam başqadır. Daha desək, biz Sovetlərdən qalmış bir dönəm, bir dəstə yaşlı nəsil var. Orta nəsil var bizim kimi, fotoqrafiyanı biraz daha fərqli görən. Bir də Z nəsli var ki, onlar tamam başqa cür görürlər fotoqrafiyanı. Hətta onlar üçün, belə deyim də, mobilografiya daha aktualdır. Mən dəstəkləyirəm onları. Çünki zamanə dəyişir, texnologiya dəyişir, tələbat dəyişir. Bu tələbata da uyğun biz addımlamalıyıq. Mən deyə bilmərəm ki, yox, siz düz eləmirsiniz. Təbii ki, profesional fotokameranın yerin heç bir şey verə bilməz. Profesional fotoqrafın da yerin heç bir şey verə bilməz. Çünki insanın gördüyü daxilindəki olan bir kadrı artıq profesional çəkirsə, lentə yazırsa, onunla heç bir mobilografiya və yaxud da başqa bir texnika ayaqlaşa bilməz. Bu sırf klassikadır. Bu daim belə qalacaq. Bu 200 ildir belədir. Amma yeni nəsil üçün gələn mobilografiya var ki, onlar süni intellektdə də müraciət edirlər, mobilografiyada müraciət edirlər. Mən yox demirəm. Dəstəkləyirəm. Niyə görə? Çünki tələbat budur. Tələbat budur. Hətta düşünürəm ki, artıq telefonlar bugünkü gündə elə çəkir ki, böyük bir çapa, yəni çap eləmək olur, onu sərgiləmək olur.
Niyə də yox? Azərbaycan Fotoqraflar Birliyi artıq 28 ildir ki, bir platforması var. Ölkədə öz sözüm deyən birliklərdən biridir. Bizim birliyin ən başlıca məsələsi odur ki, birlikdir, adı üstündədir. Bizdə burada gənclərə dəstək var. Fotoqrafiyanın inkişafında, sərgilərdə, müsabiqələrdə bir-birinə dəstək var, rəqib yoxdur. Biz bir dildə danışırıq, görmək dilində danışırıq. Bizim üçün, biz hamımız eyni dildə danışdığımız üçün bir-birimizə böyük bir dəstək oluruq. Və məqsədimiz də olur ki, Azərbaycan fotoqraflarını bir arada tutaq. Demək olar ki, Azərbaycanda 90% fotoqrafları məktəbi olub Azərbaycan Fotoqraflar Birliyi. Məhz Azərbaycan Fotoqraflar Birliyi pillədir böyük fotoqrafiyaya ayaq açmağa və buna nail olmuşuqsa, bu özü böyük bir nailiyyətdir. Bəli, demirəm, dünya səviyyəsində tanınır, tanınmır, çalışırıq tanınsın. Məhz buna görə də əlimizdən gələni eləyirik. Son 3-4 ildə də mən Azərbaycan Fotoqraflar Birliyində daha sıx əlaqədəyəm. Məhz sədr seçiləndən sonra çalışıram ki, gəncləri daha çox cəlb edim, onlara nə bacarıramsa kömək eləyim. Azərbaycan Fotoqraflar Birliyi olaraq, tamamilə olaraq biz dövlət qurumları ilə çiyin-çiyinə çalışırıq. Sərgilərimiz olur, bəli, çox olur. Keçən il, məsələn, Qarabağın 5 illiyi ilə, azad olmağın 5 illiyi ilə Mədəniyyət Nazirliyi ilə biz demək olar ki, ondan çox sərgi təşkil elədik, məhz Qarabağ zonasında, şəhər günlərində. Ondan sonra bizim fotoqraflarımız var, xaricdə sərgiləri olur, Bakıda sərgilərimiz olur. Tematik olaraq, mütəmadi olaraq biz bunun üstündə çalışırıq və mütəmadi olaraq çalışırıq ki, məhz fotoqraflara dəstək olaq ki, onların yenidirlərsə, onların sərgisini təşkil edək. Hər hansı bir dəstəyə ehtiyacları olsa, onlara dəstək verək. Kurator kimi hər zaman hər bir fotoqraf üçün canla başla köməklik göstərməyə hazıram.